Nazirliyin repetitorluğunun qarşısının alması ilə bağlı hazırladığı təkliflər planı məktəbdə tədrisin keyfiyyətini artırmağı və şagirdləri əlavə hazırlığa ehtiyac duymadan nəticə əldə etməsini hədəfləməlidir. Bəs Nazirlik hansı təkliflər planını hazırlayıb? Sualımız təhsil eksperti Vüsət Əzizova ünvanlanıb. Elm və Təhsil Naziri cənab Emin Əmrullayev repetitorluq fəaliyyətinin ləğv edilməsi ilə bağlı müəyyən işlərin görüldüyünü bildirir və artıq bununla bağlı müəyyən planlar da var. Təbii ki, artıq bilirsiniz ki, ali təhsil müəssisələrinə qəbul imtahanları test üsulu həyata keçirildiyinə görə daha çox şagird, belə deyək, repetitor yanına gedir. Təbii ki, bunun qarşısını birdən-birə almaq qeyri-mümkündür, çünki artıq 30 ildir ki, belə deyək, repetitorluq geniş vüsət almışdı və bunun qarşısını almaq da qısa bir müddətə baş verə bilməz. Düzdür, əvvəlki dövrlərdə bu daha az xarakter daşıyırsa, artıq indi demək olar ki, ali təhsil müəssisəsinə qəbul olan bütün abituriyentlər repetitor belə deyək, hazırlığına gedirlər. Və bunun üçün pilot layihələr artıq həyata keçirilib. Məsələn, siniflərin təmayül şəkildə bölünməsi və hal-hazırda da Bakı və Sumqayıt şəhərində də bir neçə məktəb var ki, pilot layihə kimi həyata keçirilir ki, müəllimlər işə qəbul imtahanında və sertifikasiya imtahanında yüksək nəticə göstərən müəllimlər 9-cu sinif buraxılış imtahanında daha yüksək nəticə göstərən şagirdlərə artıq dərs keçirirlər və onların belə deyək hazırlığa getməyinə, əlavə hazırlığa getməyinə daha doğrusu ehtiyac yoxdur. Çünki onlar dərs müddətində ali təhsil müəssisələrinə qəbul imtahanında istifadə olan test vəsaitlərini işləyirlər. Yəni onlarla bağlı olan kifayət qədər vəsait işləyirlər ki, artıq həmin şəxslərin də əlavə olaraq belə deyək hazırlığa getməyinə ehtiyac yoxdur. Bundan başqa artıq bu layihə özünü doğrultsa, mərhələli şəkildə digər məktəblərdə də bu siniflər, pilot layihələr həyata keçirilə bilər. Və bilirik ki, artıq bizdə istər özəl, istər dövlət səviyyəsində liseylər ki var, həmin liseylərin şagirdləri belə deyək, repetitor yanına getmirlər. Yəni onlar demək olar ki, böyük əksəriyyəti liseydə hazırlaşırlar və dərs bitdikdən sonra artıq onların tapşırıqlarının hazırlanmasına kömələk göstərirlər. Yəni bu tip liseylərin sayının çox olması təbii ki, repetitorluq fəaliyyətini də belə deyək, mərhələli şəkildə ləğvinə gətirib çıxara bilər. Bundan başqa artıq bilirsiniz ki, tam ştatlı şəkildə müəllimlərin belə deyək, fəaliyyət göstərməsi ilə bağlı 2027-ci ildə də bu işlər həyata keçirilir. Təbii ki, bu da repetitorluq fəaliyyətinin belə deyək, qarşısının alınması məqsədi ilə həyata keçiriləcək. Və eyni zamanda da dövlət tərəfindən də bu repetitorluq fəaliyyəti ilə məşğul olan şəxslər üçün layihələr hazırlanır. Məsələn, onların əvvəlcədən vergiyə cəlb olunması yəni həyata keçirilmişdi ki, repetitorluq fəaliyyəti məşğul olan şəxslər vergi ödəyicisi olurdular. Və eyni zamanda da əgər belə bir şey də həyata keçirmək olar, kim ki repetitorluq fəaliyyət göstərmək istəyir, dövlət tərəfindən də müəyyən bir qaydalar tərtib olunacaq, həmin qaydalara uyğun hərəkət etməlidir. Və onlar da necə ki orta məktəb müəllimləri sertifikasiya imtahanından keçirilir, həmin düşünürəm ki, repetitorluq fəaliyyəti məşğul olan şəxslər də sertifikasiya imtahanından keçirilərək onlara müvafiq dövlət tərəfindən sertifikat təqdim olunur və həmin şəxslər də belə deyək qanuni şəkildə bu fəaliyyəti həyata keçirə bilərlər. Və eyni zamanda da digər tərəfdən həmin o repetitorluq fəaliyyətə məşğul olan şəxsləri də tutaq ki, orta məktəblərə yaxud da ki, liseylərə cəlb etmək olar və onlara da yüksək əmək haqqı ilə bu fəaliyyəti həyata keçirmək mümkündür. Təbii ki, bu müəyyən bir addımlardır, atılır bu fəaliyyətin qarşısı alınsın, amma hər bir halda Elm və Təhsil Naziri tərəfindən bu repetitorluq fəaliyyətinin qarşısının alınması yaxud da ki, onun belə deyək, qayda qanun çərçivəsində həyata keçirilməsi üzrə müəyyən işlər görülür və düşünürəm ki, bu addımlar uğurla həyata keçirilə bilər.